Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Tamah və hərisliyi öz şüarı etmiş kəs özünü kiçildib. Öz çətinlik və pərişanlığını bildirən kəs zillət və xarlığa qol qoyub. Dilini özünə hakim edən kəs öz yanında da xar və zəlildir. Xəsislik ardır, qorxaqlıq nöqsan və çatışmazlıqdır. Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməkdə lal və dilsiz edir. Yoxsul öz şəhərində qəribdir. Acizlik bəla və biçarəlikdir. Səbir şücaətdir. Zahidlik sərvətdir. Günahlardan uzaqlıq qalxandır. İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. Elm müqəddəs və əziz bir mirasdır. Gözəl xasiyyətlər təzə və yeni zinətlərdir. Fikirləşmək təmiz və pak güzgüdür. Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. Gülərüzlülük və yaxşı xasiyyətlilik dostluq tələsidir. Çətinliklərə dözüb səbr etmək pisliklərin örtüyüdür. Özündən razı kimsəyə qəzəb edən çox olar. Sədəqə xeyirli və şəfayət verici dərmandır. Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq. Dünya bir dəstəyə üz tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. İnsanlarla elə qaynayıb qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və əgər sağ qalsanız, sizinlə ünsiyyətdə olmağa can atsınlar. İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan da acizi isə qazandığı dostlardan birini itirən kəsdir. Nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın. Fitnə və bəlaya düçar olmuş hər bir kəsi məzəmmət etmək olmaz. Hər kim arzusunun dalınca qaçaraq cilovunu buraxsa, ölüm onun ayağını sürüşdürər. Cömertlərin səhv və xətalarından keçin. Çünki onlardan birinin ayağı sürüşən kimi Allahın əli onun əlində olur və onu qaldırır. Qorxu ziyanla yoldaşdır və utancaqlıq ümidsizliyə birləşikdir. Fürsət ötəri bulud kimi keçir. Buna görə də gözəl fürsətləri əldən çıxarmayın. Zülmə məruz qalanın dadına çatmaq və qəmcini şad etmək böyük günahların kəffarələrindəndir. Kim qəlbində bir şey gizlətsə, bu mütləq özünü onun düşünülməmiş sözlərində və sifətinin rəngində bir üzə verəcəkdir. Zahidliyin ən gözəli onu gizləməkdir. Səbir iki cürdür. Bəyənmədiyin şeyə səbr etmək və sevdiyin şeyə səbr etmək. Varlılıq qürbətdə vətəndir. Yoxsulluq isə vətəndə də qürbətdir. Qənaət tükənməz sərvətdir. Sərvət, şəhvət və nəfsi istəklərin özəl və təməlidir. Səni çəkindirən şəxs, səni müjdələyən şəxs kimidir. Dil yırtıcıdır ki, əgər öz başına buraxılsa parçalayar. Arvad əqrəbdir ki, sancmağı şirindir. Biri sənə salam verəndə, sən ondan yaxşı salam ver. Sənə ehsan və yaxşılıq ediləndə, sən ona ondan artıq əvəz və mükafat ver. Hərçənd ki, fəzilət və üstünlük yaxşılığı ilk edənə məxsusdur.